Salam aleykum. Mən bugün İran İslam Respublikası da olan vəziyyət haqqında danışmaq istəyirəm. Biz müşahidə edirik ki, İranda susuzluqdan insanlar əziyyət çəkirlər. İran susuzluqdan yanır. Hətta paytaxt Tehranı köçürmək istəyirlər. Gözlənilir ki, milyonlarla insanlar oradan İrandan köçəcəklər. Hətta 10 milyonlar göstərilir. Mənə maraqlı gəlir. Bəs yaxşı, bunlar bu qədər ibadət edirlər. Özlərini İslam Respublikası elan edirlər. Molla rejimi yaratdılar. Mollalar bunların dövlətini idarə edir. Özlərini əsl müsəlman saydılar. Hətta bizə dedilər ki, siz əsl müsəlman deyilsiniz. Belə sözlər dedilər biz Azərbaycanda yaşayanlara. Yaxşı, sual yaranır. Bəs siz bu qədər ibadət elədiniz. Bəs nə oldu bunun nəticəsi? Nə xeyir oldu sizə? Allah sizə göydən nemətlər verdimi? Ona görə burada atalar sözü yada düşür. Deyirlər, səndən hərəkət, Allahdan bərəkət. Bəli, özünüz hərəkət eləyin. Hər şey Allahın ümidlər bıraxmayan. Allah sizin ibadətinizi qəbul etsin, deyirəm. Ancaq ki, özünüz hərəkət eləyin ki, sizə yaşayışınız yaxşı olsun. Göydən sizə boşa nemətlər düşməyəcək. Hərəkət eləməsəz. Sağ olun.